Deməli uşaqlar, açın kitabları, dərsi təkrarlayın, soruşacağım birazdan. Mən jurnala baxım görüm kimlər danışdı bugün. Çağırdım axı onu söhbətə, gəlib, qorxur axı özü də, dildə dolaşır, səsi də cırdı, danışa bilmir. Başlayıb mənə çünki ağzına gələ danışır, özü bilmir. Kimdi orada atasının səsini çıxardan? Hə? Kim idi o? Qalxsın ayağa, tez. Mən idim müəllim. Sənsən? Evdə aldığın tərbiyə niyə gəlib burada göstərsən ki, hə? Süzdə evdəkilər belə səslər çıxardır. Yaxşı. Get valideynimə zəng elə gəlsin məktəbə, tez. Get Atova zəng elə, gəlsin məktəbə bu dəqiqə, cəhət. Yaxşı. Müəllim icazə olar. Atam gəldi. Salam, xoş gəlmişsiniz. Valideynisiniz. Üzr istəyirəm, sizi vaxt çağırmışam məktəbə. Amma sizin bu oğlunuz çox tərbiyəsizlik eləyir. Mən artıq buna söz çatdıra bilmirəm. Nə deyirəm başa düşmür. Oturub bütün günü dərsdə gic-gic səslər çıxardır. Xahiş edirəm bir söz deyin buna.